birinci iki növbədə çalışmalıdır. Özün islah edəndən sonra insan öz əhli əyalın, öz ailə özlərin hidayətə gətirib çıxartmalıdır. İkinci bir vəzifə yoxdur. Özün islah edəndən sonra ikinci vəzifə budur ki, insan öz əhli əyalın islah etməyə çalışmalıdır. Allah bizim Peyğəmbərə buyurur ki, Taha 32-ci ayə. Peyğəmbər vəmur əhlək bis-salah. Peyğəmbər öz əhli əyalıvı namaza dəvət elə. Deyir, Peyğəmbər, sən ki öz əhli əyalıvı dəvət edirsən, namaz qıl, oruç tut, hicab tap, xanım hicab, uşaq filan əməllər, şarab pislik, qumar pislik haramdır. Peyğəmbər, sən ki bir dəfə deyir, namaz qıl, filan yol yaxşıdır, filan yol pisdir. Peyğəmbər, elə güman eləmə ki, bir dəfə dedim, bu daha qutardı, vəzifəm bitdi. Deyir, yox. Nə deyir ayənin davamında? Buyurur, fəstəbr əleyhə. Peyğəmbər, səbr elə. Yəni, sən ki dedin ki, bala namaz vacibdir, oruc vacibdir. Əgər desən ki, Allah, mən dedin də uşağı eşitmək, deyir, xeyr. Elə deyil. Uşaq o haram işindən çəkinənə qədər boyunda vəzifə vardır. Bala, qumar pisdir. Qumar şeytanın alətidir. Bir gün 5 manat qoyarsan, otarsan, səhər evi qoyarsan, sonra başqa şeyləri qoyarsan. Bəs insan özünə haqq qazandırmasın ki, mən ki dedim, uşağı başa saldım, bir xeyr, fəstəbr əleyhə. Dedin, eşitmədi, 2 gün sonra yenə denən. O islah olana qədər sənin boyunda vacibat nə eləməlisən? Onun islahatı üçün çalışmalısan.